Sinemasa podkastda kopya alaraq dəstək ola bilərsiniz. Anora kimi bir film Oscara səncə layiqdir yoxsa yox? Belə deyək də, Oscara layiq olmaq, yəni anlayış artıq məncə Oscarın təsiri azalıb. Ümumiyyətlə insanlar da bunun fərqindədir. Çünki sadəcə Anora yox, bundan əvvəlki illərdə bir çox filmlərin özü də, yəni layiq olmadığı halda namizədliyi belə layiq deyilkən, bəzən məsələn namizədliyi sonra alıblar və s. Düzdür, əlbəttə ki, yaxşı filmlər çıxır eləyir. Mən son illərdə Father, nə bilim, Brendan Fraser'ın Whale falan o filmlərini bəyənmişdim. Ki, onlar okeydi, layiq idi. Amma ümumən artıq məncə Oscarın çox ciddi qəbul edildiyini düşünmürəm, xüsusən normal film analitikləri tərəfindən. Edilmir, bəli. O da niyə görə edilmir? Çünki akademiya ümumiyyətlə öz ciddiyyətini çoxdan itirir. Sadəcə olaraq bu illərlə 96-97 ildir keçirilənir və həmişə o elə bil ki, o festival kino yığıncağı olur. Birdən-birə ora kinonun bütün ulduzları, bütün tanınan üzvlər falan filan olur, yığılırlar. Onların hamısı eyni məkanda olur deyə Oscar səs-küyə səbəb olur. Və son dövrlərdə artıq Oscarın reytinqləri də düşməyə başlamışdı. Nə bilim, orada lobbilərin akademiyanın seçimlərinə təsiri, ümumiyyətlə Oscarın özünə təsiri falan filan artıq kino dünyası tərəfindən çox bilinən bir şeydir. Oscar izləyicilər üçün maraqlı olan bir şeydir. Kino adamlar üçün artıq çox da önəmli bir yerdə deyil. Sonuncu Oscarda bildiyin bəlkə də Oscar tarixinin ən biabırçı Oscarı oldu. Ən böyük biabırçılıqlardan biri Anoradır. Mənim şəxsi fikrimdir. Mən o ilə bağlı postda paylaşmışdım. Çünki Anora məncə nəinki Oscar almaq, heç oralarda namizədliyi belə olmayası filmdir. Çünki bir il ərzində sən təsəvvür edirsən ki, Anora kimi nə qədər kino çəkilir. Razıyam, hə. Deməli ki, burada nəsə başqa bir şey var. Burada nəsə bir alış-veriş var, burada nəsə bir pul var, burada nəsə PR-ına səhv eləmirəmsə 18 milyon falan absurd pul xərcləndi. Hə, amma Anoranın hərrənib fırlanıb gəlib ən yaxşı film almağı, 3 böyük Oscar bax. Bir ən yaxşı filmi aldı. Ən yaxşı filmi aldı, orada şəxsi fikrimdir, Dune dura-dura. Ən yaxşı rejissor aldı. Denis Villeneuve duran yerdə. Denis Villeneuve dura-dura Schönberg'in almağına. Ən yaxşı aktrisanı aldı. Demi Moore qalmış. Demi Moore dura-dura ən yaxşı aktrisa hesab buna bir quş. Belə bir şey deyim, mən filmi bəyənmədim deyə bilmərəm. Film ümumən pis film deyil, yaxşıdır. IMDb rəyinə də, elə bir halına da tam belə deyim də arxayın olduğum, okeydir dediyim filmlərdəndir. Ümumiyyətlə filmin elə bir başında elə birincidən Cannes festivalında göstərəcək, Cannes namizədlərindən də biri olub. Məsələn, o biraz insanı çəkirkən yaxşı bir şey çıxarmır buradan. Festivalda da aldı. Hə də, yəni məsələn, Oscardan sonra ən böyük yəni BAFTA-dan qoysa Cannes böyükdür də, məsələn. Ki BAFTA-da sadəcə Britaniya olduğuna görə lokaldır, onu götürmürük. Cannes-da məsələn namizəd olmasa, hə dedim ki, məsələn, buradan maraqlı bir şeylər çıxa bilər görəsən. Ki filmin bəyəndiyim tərəfləri də var, bəyənmədiyim tərəfləri də var, amma ümumiyyətlə məncə Oscar namizədi belə olacaq film deyil. Çünki eksperimental bir tərəfi də yox idi. Məsələn, deyək ki, film eksperimental bir film idi. Demi Moore'un Substance eksperimental idi. Ona görə məsələn mən onu çox bəyənilməyinin asılı olmayaraq Oscar olmasına okey idim ki, bu film fərqli bir tərzdə çəkilir. Olmalı idi. Thriller janrından fərqli bir thriller janrındadır. Amma bu film mənə elə gəlir ki, ikinci sinif Amerikan filmi və ya birinci sinif o bəzi Rus filmləri tərzində çəkilmiş bir filmdir. Yəni filmin birinci hissəsi, filmin ümumiyyətlə montajını bəyəndim, onu deyim. Yəni normalda, çünki mən filmdən qopan insanam, ən sevdiyim filmdən belə məsələn o çağımızın problemi də ki, bu sosial media və sair davamlı scroll eləməyə görə bizim diqqətimiz tez yayınır. Filmi diqqətimi yayınmadan izlədim, montajı həqiqətən qəşəng idi. 3 hissəyə ayırsaq, filmin birinci hissəsi o evdən gəlib götürülənə qədər, o hissə bir Koreya filmi və ya necə deyim, daha ərgən yaşlı insanları təmin etmək üçün olan filmlər tərzinə oxşuyur. Yəni 3-cü sinif film, oranı qətiyyən bəyənmədim. Hətta orada bəyənmədiyim mənfi rəyim odur ki, o hissə kliplərdən ibarətdir. Kəsintilərdir. Bildiyin kliplərdir yəni. Bəsitdir də yəni. Filmin ən sevdiyim hissəsi o 1 ilə 2-nin keçidi olan ev səhnəsi çox qəşəngdir. Absurd komediyadır. Oranın ən yaxşı hissəsi oradır. O hissə, məsələn, oradan sonra bilirsən ki, filmdə yeni bir hissə açılır, məsələn, və onun yerinin bilinməsi, uşağın yerinin bilinməsi ilə artıq o Rus oliqarxın oğlunun yerinin bilinməsi filmin 3-cü hissəsi gedir. Artıq biraz daha drama doğru gedir komediyadan. Bu mənada məsələn bölgü və s. yaxşıdır. Ssenari möhtəşəm deyil, hətta çox klişe bir ssenaridir məncə. Yəni orada 100 min dəfə işlənilmiş bir ssenaridir. Yəni bizim Azərbaycanda YouTube-a internet serial çəkənlər belə ondan istifadə edir. Yəni türk serialları, türklərdə başqa bir mövzu yoxdur hal-hazırda. Hə, yəni zəngin oğlan, casus. Orada məsələ bilsən nədir? Tərəfini tutanlar bunu deyirlər ki, o filmdə Schönberg'in çatdırmaq istədiyi bəzi şeylər var. Məsəl üçün, bir insanın həyatı boyu heç vaxt gerçək sevginin nə olduğunu bilməməsi və həyatını bunun üzərinə qurmağı. O qızın sonda ağlamaq səhnəsi, o bilirsən də niyə görə ağlayır. O çünki heç kimdən o oğlandan gördüyü
bir mərhəməti görmür ki deyə. Banditdən olanda. Banditdən həmin ondan o mərhəməti görür və özünü saxlaya bilmir, ağlayır. Filmin orasına qədər qız heç vaxt ağlamır. Başına nə gəlir gəlsin, bunu biraz belə ərgən kimi qarşılayır, qışqır bağırla qarşılayır falan, amma heç vaxt ağlamır. Ancaq orada ağlayır. Amma mən bu ağlamağı mənə keçmədi. Keçmir bilsən niyə görə? Çünki keçən ildə Barbie namizəd idi. Barbie-nin də sonda Barbie-nin ağlamağından tutub orada dartıb qoymuşlar ki, sonda ağlayır çünki insan olmağın nə demək olduğunu hiss edir. Filmdə bəzi nüanslar var. Məsəl üçün orada bir dənə pilləkən metaforası var. Bilmirəm bilirsən yoxsa yox. Deməli filmdə bir neçə dənə pilləkən səhnəsi var. Hansı ki, hər səfərində qız o pilləkənləri qalxmaq istəyir, amma qalxa bilmir. Deməli orada deyirlər ki, həmin o pilləkən qızın güya normal həyata qalxmağını, yəni olduğu statusdan yuxarı qalxmağını, sosial statusunun yuxarı qalxmasını təmsil eləyir və heç vaxt qalxa bilmir. Biri evdədir, məsəl üçün evdə hər səfərində deyir ki, paltarlarımı yuxarıdadır, ceyb götürüb gəlirəm deyir. Yarıya qədər qalxır, sonra təzədən düşür. Yarıya qədər qalxır, sonra təzədən düşür. Amma qardaş onu 2 dəqiqəyə qalxır, düşür falan filan. Bu ilə bağlayırlar. Ən sonda da qız maşından düşəndə də pilləkən görsənir pəncərədən, maşın pəncərəsindən. Pilləkənə baxır. Sonra gözü almır, təzədən öz həyatına qayıdır, keçir bu tərəfə, yəni qaqaş tərəfə keçir və falan fəşmişən, sonra da başlayır ağlamağa deyə. Belə bir şey, yəni detal var. Yəni bu detalın bundan milyon dənə daha çox detal Dune 2-də var məsəl üçün. Film oxumalarına getəsə olsa. Dune 1-də var. Əslində oturub filmi oxuyası olsan, milyard dənə detal var. Yəni buna Oscar verməyin səbəbi detal da deyil. Ən yaxşı aktrisa orada Demi Moore olmalı idi, amma yəni o aktrisa olaraq çəkdiyi əziyyəti yerə vurmuram. Sadəcə olaraq müqayisə edirəm, yəni Demi Moore-la müqayisə edirəm. Demi Moore-un çəkdiyi əziyyətlə, göstərdiyi performansla bu qızın göstərdiyinin arasında atla eşək qədər fərq var. Göz yumulu, yəni deyirəm də, heç filmdən başı çıxmayan, aktyorluqdan başı çıxmayan adama belə o 2 dənə filmi izlətsən və bunlardan kim Oscar alar səncə desən, hamı göz yumulu Demi Moore-u seçər. Yəni burada heç bir tərəddüd ola bilməz. Ən yaxşı rejissor isə Sean Baker bəlkə də bilmirəm. Mən çox filmoqrafiyasını izləməmişəm açığı. Mən Anor üzərindən danışıram. Özünün də elə bir sözü var ki, qan və tərlə çəkildi deyə. Bəlkə də həqiqətən qan və tərlə çəkilmiş ola bilər film. Əlivi deyir, vicdanına qoy yerin bilirsənsə. Dune hardadır qardaş? Dune. Bax, Dune 2 hara? İstəyir bir olsun, istəyir 2. Anora hara? Bu arada həqiqətən Oscar prosesi elədim. Mən bundan bağlı bir qısa deməyim, video uzun idi, amma sənədli film də demək olmazdı da. Orada proses deyir ki, o Oscar akademiyadakı heyətin hamısına filmi izlətmək belə çox çətin bir prosesdir. 3-4 dənə lobby ortaya girir, o adamın proqramını tutmaq lazım. Orada 3 böyük lobby var, yaxud sonra Afroamerikalıların lobbisi var, bir də LGBT lobbisi, 3 böyük lobbidir. Və bunların hamısı təsir eləyir. Bu illə qədərki Oscarlarda yer tuta bilmək üçün eləmən gerəkən bir şey bilsən nə idi? Tarixi bir film çəkirdin. Yahudi Holokostu qoyurdun. Və Yahudi Holokostu qoyurdun. Spielberg belə Oscar'ını Schindlerin siyahısından aldı. Schindlerin siyahısından aldı. Spielberg olduğuna görə almadı ama. Bəli, möhtəşəm rejissordur. Bizə niyə? Çünki lobby sıxır. Zone of Interest Oscar alıb. Zone of Interest alıb. Bax görsən. O birisi nə idi? Qaradərlilər, Afroamerkanlarını demişdin. Bəli, o da düzdür. Onlar nə qədər hətta adamlar şərt qoyur ki, hər filmdə bir nəfər minimum olmalı. Replikası olan bir nəfər minimum olmalıdır. Yəni random göstərənməzsən. Yoldan keçən qaradərli göstərsən yaramır. Bu arada bu ümumiyyətlə Oscar'dır, yox, ümumi bir problemdir. Bu Lord of the Rings-in serialı var ya Amazonda. Onda problem yaranmışdı. Elfi qara eləmişdi də. Cəmaət ikiyə bölünmüşdü ki, qardaş, Tolkien deyir ki, Tolkien bunu yazıb da, kitabda bu ağappaq olur. Sən bunların dərisi yəni ağappaqdır da. Bir dənə konspirasi deyim sənə. Burada erməni lobisi ola bilər səncə? Konspirasi olaraq deyirəm. Bu arada burada disclaimer qoyuram. Mən burada qətiyyən mən də onun disclaimer milli etnik zəmində heç nə deməyəcəm. Disclaimer. Mən də deyirəm. Bax filmdə həqiqətən baxmayaraq ki, ssenaristi ermənidir. Sean Baker'la həmin o aktyor, erməni aktyor ssenarist deyiblər. Baxmayaraq ki, aparıcı rollardan biri erməni obrazıdır. Toros, hətta ikisi. İkisi, amma biri daha belə şeydə, daha öndədir. Baxmayaraq ki, ermənidir. Filmdə məni narahat edən şey bu olmadı. Məndə də olmadı. Məsələ yəni dediyim kimi orada erməninin olması deyil, amma erməni lobbisinin orada təsiri var.
Bizə harda təsiri var? Bax, filmdə lobbinin təsirini harda görürsən? Aparıcı rollardan kiminsə replikası olanda. Plus replika öz ana dilində olanda. Arxa-arxaya danışırlar. Arxa-arxaya erməni dili dilində gedir. danışır. Bax, erməni dilinin getməyi nədir? Oscar alan bir filmdə erməni dilində Yəni bax məsələn İrəvanın adı keçirir ki, mən gəlir İrəvana qayıdardım. Nə bilim nə var. Belə-belə söhbətlər eləyirlər təsəvvür et. Sən o belə söhbətlər eləyəndə avtomatik gözünə dəyir. Sən bilirsən ki, adam getdi, Oscara çıxdı. Oscar almasaydı belə, orada nümayiş olunması, akademiya tərəfindən erməni dilinin izlədilməsi artıq lobbinin böyük bir şey idi. Bu arada ötən il deyəsən ilk Oscarlarını aldılar ermənilər. Almışdılar. İlk qısa film olaraq. Film özü də şeydə çəkilmişdi. Qarabağda çəkilmişdi. Adrian Brody'nin özündən götürəsi olsaq, Adrian Brody şedevr aktyordur. Adrian Brody rol aldığı hər şeyin öhdəsindən çox yaxşı gəlir. Çox adam fikirləşir ki, özünü təkrar eləyir falan. Amma aktyorda özünü təkrar eləyir deyə bir şey yoxdur. Çəkildiyin obrazla əlaqədardır, götürdüyün rolla əlaqədardır. Jason Statham nə deyir onda? O dediyim kimi götürdüyün rolla əlaqədardır. Sən Jason Statham'a desən ki, get Oppenheimer'i canlandır. Onu da o formada canlandırsa, onu da dinə. Onda dinə ki, təkrardır. Amma sən Jason Statham'dan bir Oppenheimer'i gözləmirsən. Sən bilirsən Jason Statham'ın növbəti filmi çıxanda bombolasın, qırğın. Başa düşdün? Sən o filmə sujet olaraq baxmırsan ki. Sən deyirsən Jason Statham çox nətər döyür adamlar, ona baxırsan. Bir də rejissor kimdir və nətər çəkibdi, ona baxırsan. Və zövq alırsan adam filmdən. Adam bir ikondur. Nəsə, yəni Jason Statham'dan gözləntim bu deyil. Amma Adrian Brody'dən gözləntim var. Adrian Brody bir tərəfdə pianisti canlandırır, bir tərəfdə Peaky Blinders'da gangsteri canlandırır. Başa düşdün? Yəni onu da eləyir, bunu da eləyir. Baxırsan deyirsən ki, görək brutalistdən ağarasıdır. Baxsan görsən brutalistə də haqqa verir və layiqdir. Bir də mənim diqqətimə çəkdi ki, məsələn, onda Michael Madison'ı baxdım ki, məsələn, belə deyim də köklərində Mərkəzi Asiya və sair varmı? Onu tapmağa çalışdım. Deyəsən görmədim onu. Fikirləşdim ki, bu varsa, məsələn, bu film üçün mənə görə bir plusdur da ki, Mərkəzi Asiyalı birini gətiriblər ki, biraz Sovet referansı ki, bu adam necə rus dili bilir, məsələn, məsələlərə görə. Onlar həll olunur ya. Onlar öyrənilə bilər. Mən ən çox gülməyim gələn fakt filmdən bağlı şeydir. Sean Baker deyibdi ki, mən ssenarini yazanda sən fikirləşib yazmışam. Filmlərdən gözləyirdim Dune, rejissorlardan gözləyirdim Denis Villeneuve, aktrisalardan gözləyirdim Demi Moore. Amma heç biri olmadı, bilmədim. Yəni və aktyor kim olub? Aktyor Adrian Brody aldı. Bir dənə layiqli o idi. Brutalistdən ən yaxşı aktyor aldı. Yəni bax, bütün həvəsim öldü inansan. Video hazırlayasaydım, hazırlamadım. Oscara video hazırlayasaydım, eləmədim. Anoriya video hazırlayasaydım, demə cəhənnəm olsun. Substance-ə belə qəşəng bir video hazırlayasaydım. Yazmışdım. Bu onun həvəsini falan. Onun da həvəsini öldürdü. Dedim, Substance də getdi. Nə vaxtsa Demi Moore bir də görsəm yazaram ya da nə bilim ikincisi çəkdilər, yazaram deyə. Məncə o ikincisi gəlməyəcək. Məncə də gəlməsin onsuz da. Yəni bir eksperimental idi. Bütün həvəsim öldü. Belə bir sual, filmin kinematografiyasını bəyəndinmi? Bəyəndim. Mənə görə bir metodum var, onu yoxladım. Orta idi. 3 dənə gözəl rakurs tutdum ki, məsələn, bunlar yaxşıdır. Dəqiqələrini də götürmüşəm, istəsən baxarsan. Bir 20-ci dəqiqədə olan sekansın işıqlandırmasını çox xoşladım. O işıqlandırma ilə bir yerdə olan. Bir 20-də olan işıqlandırmalı hissə, sən hansı hissə? Onlar bulvarda gəzirlər, maşın deyirik ki, maşınları saxlanılır evakuatorla. Ondan bir səhnə əvvəl bulvarda çox qəşəng işıqlandırmalı bir səhnə var. Hopper var, rəssam. Onun tablolarına oxşuyur. Çox qəşəngdir. Oranı bir çox xoşladım. Bir də 2:09-da filmin axırlarına yaxın evə qayıdırıq, deyir bir gün evdə qala bilərsən. Orada qara baxır. O sekansı xoşlamışdım. Mən də çox xoşuma gəlmişdi. O qəşəng sekans idi. Maşının içindən olan çox qəşəng. Ümumiyyətlə yox, yəni filmin bax hansı nöqtədən dəyərləndirirsən? O məsələdir. Yəni sinematografiya olaraq dəyərləndirirsənsə qəşəng film. Montaj da qəşəng idi, hər şeydə. Sujet olaraq dəyərləndirsənsə belə. Orta. 100 min dəfə gördüyüm bir şeydir. Yəni mən ona deyənmərəm ki, burada yeni nəsə bir şey. Amma onu deyim, o mövzunu yaxşı işləmişdilər deyə bilərik. Yox, mövzunu yaxşı işləyib. Amma mövzu özü nə qədər yaxşı mövzudur. O çox klişe mövzudur. Amma işlənməsi çox qəşəngdir yəni. Amma dediyim kimi, yəni ən yaxşı aktrisadımı deyil, ən yaxşı rejissordumu deyil, ən yaxşı filmdimi? Qətiyyən deyil. Qətiyyən deyil.